Bugünkü mövzumuz Yeni Time kitabından Carol Dweck düşüncə tərzi nəzəriyyəsinin sadə, aydın, qısa şəkildə izahını verəcəm. Deməli, dəyərli müəllimələr, Carol Dweck düşüncə tərzini iki yerə bölmüşdür. Bunun biri inkişafa açıq düşüncə tərzidir, biri də inkişafa qapalı düşüncə tərzidir. Deməli, dəyərli müəllimələr, Carol Dweck'in inkişafa açıq və qapalı düşüncə tərzində öhdəlik və uğursuzluğu əvvəlcə vermişdir ki, yəni qapalı düşüncə tərzində olan öhdəlik və uğursuzluqda cəhdlərin azaldılmasıdır, bir də aşağı nailiyyət göstəriciləridir. Deməli, bunlar cəhdin azaldılması, aşağı nailiyyət göstəriciləri qapalı düşüncə tərzi olan insanlara aiddir. Amma görürsünüz, açıq düşüncə tərzinin insanların beynində daimi gül açır. Yəni, cəhdlər artırır, cəhdlərin artırılmasıdır. Yüksək nailiyyətin göstəricisi daimi açıq düşüncə tərzli insanlarda olur. Düşünürsən ki, bunu bacararsan, haqlısan. Düşünürsən ki, bunu bacarmazsan, yenə haqlısan. Bunu Edmund Ford demişdir. Yəni, o da düşüncə tərzinə görə bu misraları yazmışdır. Carol Dweck düşüncə tərzi nəzəriyyəsini yazanda açıq insanları iki yerə bölübdür. Açıq düşüncə tərzi, qapalı düşüncə tərzi. Açıq düşüncə tərzli insanlarda insanlar çətinliklərdən deməli qorxmur. İnkişafa açıq düşüncə tərzi olan insanlar çətinliklərdən qorxmur, səhvlərdən öyrənir, rəylərə qulaq asır və nəticə çıxarır, öyrənməyə marağı çox olur, uğursuzluq yaşayanda təslim olmur, hələ ki bacarmıram deyir. Bax, açıq düşüncə tərzli insanların ən çox işlətdikləri ifadə hələ ki bacarmıram, hələ ki. Əgər məsəl üçün, bir məsələni həll edir, məsələni müəllim yoxlayarkən cavabı səhv çıxır. Müəllim cavabı səs çıxırsa, şagird motivasiyadan düşmür, qapalı düşüncə tərzinə düşmür, açıq düşüncə tərzli şagirddir deyə, deyir ki, hələ ki bacarmıram. Yəni, bugün edə bilməmişəm, sabah edəcəm. Sonra, açıq düşüncə tərzli insanlardan əksi olaraq, qapalı düşüncə tərzli insanlar isə, qapalı düşüncə tərzli şagirdlər çətinliklərdən yayınır. Səhv etməkdən və başqalarının gözündə axmaq, zəif kimi görünməkdən çəkinir. Rəyləri qulaq qaldıran vururlar. Axı, açıq düşüncə tərzli insanlar rəylərə qulaq asır, özləri üçün bir nəticə çıxardır. Qapalı düşüncə tərzli olan insanlar isə rəyləri qulaq ardına vururlar, yəni özlərini eşitməməzliyə vurur. Asanlıqla da təslim olurlar. Yəni, bir şeyi bilmirlərsə, o saat qapanırlar ki, bunu bilmədim, heç bilməyəcəm. Amma açıq düşüncə tərzli insanlar belə deyil. Onlar əgər bilmirlərsə, hələ ki bacarmıram deyib, səhəri bundan daha artıq öyrənməyə çalışırlar. Bacarmıram deyir. Bax, inkişafa açıq tipli düşüncəli insanlar deyir ki, hələ ki bacarmıram. Amma inkişafa qapalı düşüncə tərzli insanlar isə deyir ki, bacarmıram. Əgər bilmirlərsə, o saat deyirlər ki, bacarmıram. Buna görə də deməli, Carol Dweck insanlara, məsəl üçün, müəllim şagirdlərə sual verərkən şagirdə düşünmə vaxtı verməlidir. Məsələn, yaxşı öyrənən, yaxşı bilən şagirdə əlin qaldırır, sırazı sualın cavabını deyir. Zəif şagirdləri isə tez qapalı düşüncə tərzinə keçir. Mən bu sualı bilmirəm, məsəl üçün, mən onu deyə bilməyəcəm, çünki axı müəllim gözləmə vaxtı vermədi. Ona görə də müəllim sualı verərkən, dərsi öyrədərkən şagirdlərə düşünmə vaxtı verməlidir. Düşünmə vaxtı verməlidir ki, bütün şagirdlər üçün eyni olsun. Deməli, yeni bilik və bacarıqlara yeni bacarığa yiyələnənlər necə olmalıdır? Bacarığı məşq eləməlidir. Əvvəlcə məşq eləməlidir. Məşq eləyəndən sonra səhv eləyə bilər. Səhv elədisə, şagird səhv elədisə, səhvlərini təhlil etməlidir. Və səhvi təhlil et, səhv etmişəm, səhvimi təhlil edib düzəltməliyəm. Sonra öyrəndiyim hər hansı bir məsələni yoxlamalıyam. Yoxladıqdan sonra səhv eləmişəmsə, kömək istəməliyəm. Heç bir vaxt kömək istəməkdən çəkinməməlisiniz. Bu müəllimlə də ola bilər, müəllim şagirddən də ola bilər, başqa bir bacarıqlı insandan da ola bilər. Sonra kömək istədikdən sonra öyrəndiyimi yenidən yoxlamalıyam. Yenidən yoxlayıram. Əgər öyrəndiyim düzdürsə, baxıram ki, mən artıq puxtələşmişəm.
deməli, bunu puxtələşmiş şəkildə artıq puxtələşmiş şəkildə keçirəm. Deməli, dedi ki, Karl Dweck insanların düşüncə tərzini iki yerə bölmüşdür. Qapalı düşüncə tərzi, açıq düşüncə tərzinə. Qapalı düşüncə tərzində olan insanlar dedik ki, rəylərdən qulaq asmırlar rəylərə, inkişafa deməli bacarmıram deyirlər, bilmə çətinliklərdən yayınırlar. Amma inkişafa açıq tiplilər isə çətinliklərdən qorxmurlar, səhvlərindən öyrənirlər, öyrənməyə daimi maraqları olur. Bir şey də bilmirlərsə deyirlər, hələ ki bacarmıram. Yəni qorxmurlar, hələ ki bacarmıram deyirlər. Deməli dəyərli müəllimələr, inkişafa dedik açıq şagirdi qapalı düşüncəli şagirdi, inkişafa açıq düşüncəli şagirdi öyrətmək üçün onların səhvlərinə, hər hansı bir səhv etdikdə müəllim deməməlidir ki, məsələn, elə səhv etmisən, sən bunu bilməyəsən, şagirdi ruhlandırmalıdır. Bu dəfə bilmədin, gələn dəfə daha yaxşı biləsən. Bu dəfə çətinlik çəkmisənsə, gələn dəfə daha yaxşı öyrənə bilərsən. Şagirdə motivasiya verməlidir. Deməli, bu da dəyərli müəllimələr. Karl Dweck'in düşüncə tərzi nəzəriyyəsi çox qısa dərsdir, aydın şəkildə izahlarını sadə dildə verdim.